Qədim məhəllələrin birində Məhdi adlı bir uşaq yaşayırdı. O, sonsuz zəkası və dərin düşüncələri ilə seçilirdi. Xüsusilə İmam Məhdi əleyhissalam haqqında atasından tez-tez suallar verərdi. Bir gün, günorta vaxtı Məhdi göyə baxaraq düşüncəyə dalmışdı. Sonra atasından soruşdu. Ata, biz niyə İmam Məhdini görmürük? O haradadır və insanlar niyə onu gözləyirlər? Atası mehribanlıqla gülümsədi və buludların arxasında gizlənmiş günəşi göstərərək dedi. Oğlum, günəşi görürsənmi? Məhdi həvəslə cavab verdi. Bəli, amma buludların arxasındadır, onu aydın görə bilmirəm. Atası dedi. İmam Məhdi də belədir. O, bizim aramızdadır. Lakin Allah onun müəyyən vaxta qədər insanların gözündən uzaq qalmasını istəyib. Vaxtı yetişəndə zuhur edəcək. Günəş necə görünməsə belə insanlara işıq və istilik bəxş edirsə, İmam Məhdi də görünmədiyi halda qəlblərə ümid və ədalət nuru saçır. Bu fikir Məhdinin çox xoşuna gəldi. Amma o bununla kifayətlənmədi. İmam Məhdi haqqında daha çox öyrənmək qərarına gəldi. Kitablar oxumağa, alimlərə suallar verməyə başladı. Zaman keçdikcə anladı ki, intizar sadəcə oturub gözləmək deyil. Əsl intizar, elm, gözəl əxlaq və salih əməllərlə özünü hazırlamaqdır. Həmin gündən etibarən Məhdi dərslərində daha çalışqan oldu. Dostlarına qarşı daha mehriban davrandı və ehtiyacı olan insanlara kömək etməyə daha çox diqqət göstərdi. Çünki o başa düşdü ki, İmam Məhdini gözləmək sadəcə bir intizar deyil. Bu insanın özünü və cəmiyyəti onun nuru və ədalətinə layiq hala gətirməsidir.